düşmə təhlükəsi hiss etmir Zaqatala təmsilçisi. Heyətlərlə tanış olaq. Zaqatala komandası onlar yaşıl geyimdə çıxış edirlər. Qapını tribunada biz xeyli azarkeşlər görürük. Bilirsiniz ki, Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadı ehtiyat meydançasına keçirilir. Bu arada maç başladı. Habib Abdurəşid çox təhlükəli hücumçudur. Fiziki cəhətdən möhkəm. Rəhim uzaqdan zərbəsi həyəcanlandırdı. Uzun ötürmək Kenneth Kalonqa istiqamətinə birə-bir qoymaq olmaz. Kenneth keçdi Mardoku. Kenneth qapıya zərbə vurur. Qapıcı qaytardı Davud Şabanov. Uzaq dirək istiqamətinə ötürmə olacaq yəqin ki. Bəli, elə də olur. Baş zərbəsi. Gol! Mingəçevir istəyinə çatır. Erkən qol. Zaqatala tərziqə tab gətirmədi. Mingəçevir fərqləndi. Xəyal Muradov, stoper, mərkəz müdafiəçisi, standart vəziyyət zamanı hamıdan ünürə tullanıb, başla topu qapıdan keçirdi. İşarə verildi. Fuad Bayramov qapıya vurur. Son anda Zaqatala futbolçu ayaq qoydu. Hücum davam edir. Qapıya zərbə, top aralı keçdi. Nurlan Novruzov açıldı, topu aldı. Rəmin ötürməsi yerlə qapıya paralel. Hamını keçdi. Gol! Kenneth Kalonqa! Kenneth Kalonqa Mingəçevir fərqi artırdı. Zaqatala belə başlanğıc gözləmirdi. Möhtəşəm oynayır Mingəçevir. Fuad Bayramov cərmə meydançasıdır. Fuad zərbə vuracaq. Fuadın zərbəsi sağ ayağı, işlək ayağı deyil. Kenneth Kalonqa. Elçin Mustafayev əla ötürmə Qabilə. Qabil yayındı. Qabilin zərbəsi. Qapçı Davud Şabanov əla seyv etdi. Hücum davam edir. Qabil Əlizadə. Fuaddan mərkəzə Nurlan Novruzov ötürmə keçmədi. Top Zaqatalda qalır. Sərxanın zərbəsi uzaqdan. Orxan Sadıqlı yaxşı mövqe seçmişdi. Kalonqadan mərkəzə. Elçin tək qalıb qol vəziyyəti. Elçin Mustafayev. Elçinin zərbəsi. Blokladı. Dəstək lazımdır. Kenneth Kalonqadan gəldi o dəstək. Kenneth Kalonqa oyunu üzərinə götürür. Kalonqa gol! Mükəmməl gol. Kenneth Kalonqa. Kenneth Kalonqa. Mingəçevirin bombardiri qalaya doğru sözlü deyir bu maçda da. Kenneth Kalonqa 3-0. 3-0 bu artıq. Əlini qardırdı. Uzun ötürmə olacaq. Bəli, uzaq dirəyə ötürmə. Baş zərbəsi. Top qapının üzərindən keçdi. Kənan Quliyev. Fuad Bayramov. Cərmə meydançasına ötürmə. Qapçı. Qapıya zərbə. Əkbər Eyübov mərkəzə. Fuad Bayramov gol! Fuad Bayramov. Mingəçevirin 4-cü qolu. Əla keçid. Müdafiədən hücuma işıq sürəti ilə keçdilər. Aba Osman. Əkbər Eyübov. Mahmud. Uzaqdan qapıya zərbə. Top qapının üzərindən keçdi. Səhvlər ardıcıl gəlir. Və növbət səhvlərdən biri Kenneth Kalonqa. Kalonqanın zərbəsi. Davud Şabanov barmaqlarının ucu ilə topu meydandan çıxarır. Çox köbut səhv. Aba Osman. Ötürmə uzaq dirəyə. Fuad Bayramov. 5-ci qol gəlirmi? Qapıya zərbə. Qayıtdı. Təkrar zərbə. Gol! 5-ci qol. Elçin Mustafayev. 5-0. Mingəçevir şov göstərir bugün. Gol şovsudur. Zaqatala darmadağın olur bugünkü maçda. 5-0. Elçin Mustafayev də adını tabloya yazdırır. Kenneth Kalonqa. Ötürmə uzaq dirəyə. Aba Osman. Topu çəkdi. Aba Osmanın zərbəsi. 6-0. 6-cı gol. Oyun gecəyə qədər davam etsə Mingəçevir gecəyə qədər gol vuracaq, elə görünür. Bəlkə hakim bu oyunu tez bitirsin. Düzdür, qaydalara zidd ancaq Zaqatala futbolçular alınmır onlarda, heç nə alınmır. Qapıya zərbə gol! Qəşəng gol vurdu Zaqatalanın futbolçusu, təsəlli qolunu vurdu Davud Mahmudov. Zaqatala quru hesabla uduz. Kenneth Kalonqa. Sol cinaha ötürmə. Rəhim Cəfərli. Rəhim. Qapıya zərbə olacaq. 7-ci qol. Rəhim Osman Cəfərli. 7-1 olur hesab.
Zaqatala çox ağır məğlubiyyət alır Mingəçevirdə. Və maç yekunlaşdı. Mingəçevir Zaqatalanı 7-1 hesabıyla məğlub edərək ikinci yer uğrunda mübarizənin içində qalır.